Bu jinekolojik bir təcili əməliyyatdır. Hal-hazırda əməliyyatxanada pasiyentimizi gözləyirik, əməliyyatxana ekibi və anestezi doktorumuzla bərabər. İntubasiyon narkoz, sünni tənəffüs aparatına qoşulur xəstə. Əvvəl huşunu yığışdırılıb, sonra relaksan tutulub, tənəffüsünü dayandırılıb, ağziyərə boru ilə intubasiya edilir. Və xəstəyə sünni tənəffüs fonunda anestezi yapılır. Pasiyentimizin sol yumurtalığından qaynaqlı 5-6 santimlik kista, eyni zamanda bu kista sol yumurtalığı boru ilə bərabər 3 dəfə öz ətrafında döndərmişdi, qanlamasını pozmuşdu. Borunun rəngi normallaşıb, yumurtalığın da rəngi qismən normallaşıb. Biz yumurtalığımızın kistasını çıxartdıq və kist çıdarının yerini, qanayan sahələri kotelizasiya etdik, qanamasını durdurduq. Hal-hazırda əməliyyatımızı başa vurduq, diren qoyub çıxacağıq.